Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir limit sualına baxaq. Deyir ki, şəkildəki vahid çevrədə AOB-ni verib x və bu şərtləri verib bizə deyir ki, limiti hesablayın. Limit x yaxınlaşarkən sıfıra BS vuraq OH bölünsün AH-ın kvadratı. Bunu istəyir bizdən. Bu limitin qiymətini istəyir bizdən. İlk öncə vahid çevrədirsə, radius 1-dir, bura 1-dir, OS 1-dir, OS 1-dir. Mən bu fikir verir. Bax, bu üç bucaqdan, bu AH o üç bucağından sinus bucaq x-i tapsam, sinus x bucağının sinusunu tapsam mən, nə olar? Olar AH. Yəni, qarşı katetin hipotenuza nisbəti eləyir AH böl 1, bu elədir AH. Vəssalam, məxrəc tapıldı. Sonra x bucağının kosinusunu tapsam, kosinus x nə olacaq? Kosinus x bərabər olacaq OH. OH-ın 1-ə nisbəti, o da eləyir OH-da. Belə. OH da tapıldı. Qaldı nə? Qaldı BS. BS-ni görə necə tapa bilərik burada? Burada ümumiyyətlə BO nəyə bərabərdir? BO bərabərdir BS üstə gələk OS. Bax burada. BS üstə gələk OS bizə verir BO-nu. OS-nin qiyməti var. OS-nin qiyməti radiusdur 1-ə bərabərdir. İndi bizdən BS-ni tapmaq lazımdır. BS də bərabərdir BO çıx 1 yazsam. BO çıx 1 yazsam. Görüm sonra burada nə gediş eləyə bilərəm mən. Bax, bu üç bucağa fikir ver. OAB. Bax, bu üç bucağa bax buradan. OAB. Mən burada. Yəni, fikir ver. Burada nə eləyə bilərəm mən? Bu OAB üç bucağında, bura 90 dərəcədir, əlbəttə ki. BO-dakı hipotenuzdur. Buradan mən kosinus x-i tapsam, kosinus x nə olacaq? 1 bölünsün nə? BO. 1 böl BO. Və burada da nə eləyəcəm? Deməli, buradan da BO bərabər olacaq 1 bölünsün kosinus x-a. 1 böl kosinus x-a. Bax, belə. Gətirib burada BO-nun da yerinə yaza bilərəm ki, 1 böl kosinus x çıxılsın 1. Vəssalam, BO-da tapıldı. Bizdə nə istəyirdi burada? Deyir ki, limit x yaxınlaşarkən sıfıra. BS nədir? BS odur ki, 1 bölünsün kosinus x çıxaq 1 vurulsun. OH nədir? OH kosinus x-dir. Kosinus x bölünsün AH-ın kvadratı. Yəni sinus kvadratı x. Sinus kvadrat x. Bax, bu limitin bizdən cavabını istəyir. Gəlin baxaq bu limitin həllinə. Görək bunu necə həll eləyə bilərik. Burada mən ilk növbədə bunu ortaq məxrəcə gətirərəm. Ortaq məxrəcə gətirib yazaram ki, limit x yaxınlaşarkən sıfıra. Bu olur kosinus x 1 çıxaq kosinus x. Bax, belə. Bu şəkildə oldu bu. Vurulsun kosinus x bölünsün sinus kvadratı x. Və burada bu kosinus x-lar gedir. Nə qalır? Qalır limit x yaxınlaşarkən sıfıra. 1 çıx kosinus x bölünsün sinus kvadratı x. Və burada aparıb sıfır yerinə qoysam, onlar 1 çıxaq 1 bölək 0. Bu deyilir 0 böl 0 qeyri-müəyyən hal. Nə eləyərəm? L'Hopital teoremindən istifadə eləmək istəmirəm. Məxrəcə yazaram ki, 1 çıxaq kosinus kvadratı x.
Sürət olduğu kimi qalsın. 1 çıxaq kosinus x. Və mən burada məxrəci vuruqları ayırsam, yazaram ki, 1 çıx kosinus x, 1 üstə gəlinsin kosinus x. 1 üstə gəl kosinus x. Sürətdə də 1 çıx kosinus x. 1 çıx kosinus x. Bu 1 çıx kosinus x-lər də gedər. Qalacaq yekunda limit x yaxınlaşarkən 0-a 1 bölünsün 1 üstə gəl kosinus x. 1 üstə gəl kosinus x. Bu da eləyir 1 bölünsün 1 plus 1 və nəhayət eləyir 2-də 1. Vəssalam, 2-də 1. Bax belə. Düzgün cavab oldu C bəndi. Belə.